Hər vaxtınız xeyir olsun, əziz bizim Səda izləyiciləri. Bugün hansı sujetlərlə sizə qonaq gəldiyimizi bilmək istəyirsinizsə, onda diqqətiniz bizdə olsun. Başladıq. İndi deyəcəklərimlə xanım tamaşaçıların qəzəbinə tuş gələ bilərəm. Ancaq yenə də deyəcəm. Başa düşə bilmirəm ki, bu alış-veriş adlandırılan prosesdən necə zövq almaq olar. Şəxsən mən nəsə istəyəndə mağazaya girməyimlə çıxmağım bir olur. Amma bəzi qadınlar mağaza görəndə sanki ofsunlanır. Nəinki məkanın, heç zamanın da fərqində olmursunuz. Özü də tək palpaltar butiklərində deyil, elə ərzaq mağazalarında da eyni hal yaşanır. Almaq istədiyiniz hansısa bir geyimi o üzə çevirir, bu üzə çevirir, dəfələrlə soyunub geyinirsiniz. İnanın ki, bəlkə paltarların dili olsa, axı məndən nə istəyirsən deyib sizə sual da verər. Nəysə, deyəsən satıcıların yaralı yerinə toxundum. Amma siz satıcılar da az aşınduzu deyilsiniz ha. Alıcı-satıcı münasibətlərindən çox danışmaq olar. Sözümü qısa kəsib demək istəyirəm ki, bugün təqvimə beynəlxalq müştəri günü kimi düşüb. Bu haqda isə daha ətraflı Nurlan danışacaq. Cəlal müştəri, 10'di, 100'di, 1000'di, dərxun vitamindi, uzaqda durma, bığları vurma, cəlal müştəri. Beynəlxalq Müştəri Günü 2010-cu ildən qeyd olunur. Bu günün təsis olunması təşəbbüsü ilə ilk dəfə Rus və Latviya sahibkarları çıxış ediblər. Onlar müştəri-satıcı münasibətlərini inkişaf etdirmək və istehlakçılara bir növ minnətdarlıq bildirmək məqsədi ilə belə bir jest əl atdılar. Daha sonra isə bu aksiya bütün dünyaya yayıldı. Nəticədə bugün 19 Martı bütün dünya Müştəri Günü kimi qeyd edir. İlk əvvəl bu bayramı qeyri-ciddi, qeyri-rəsmi qəbul edilər. Ondan sonra 2012-ci ildə artıq Rusiya iş adamları və Litva iş adamları birlikdə bu bayramın daha yüksək səviyyədə qeyd olunmağın təklifi irəli sürdülər. Bu da müştəri də iqtisadiyyatın əsas belə deyəndə aparıcı qüvvəsi deyən müştəri olmasa heç bir alış-veriş, iqtisadiyyat olmaz. Artıq bu bayram bu şəkildə ənənə halını aldı 2013-cü ildə və 2014-cü ildə nəhayət ki, ötən il Litva prezidenti bu təşəbbüsü yüksək qiymətləndirdi. Burada iqtisadi dəyərlərdən başqa mental dəyərlər də var ki, hansı ki bu ölkələr sırf belə deyim, daha çox əyləncəni sevən ölkədirlər. Müştəri günündə alıcı və satıcı münasibətlərini öyrənmək üçün üz tutduq bazarlardan birinə. Bazar deyəndə sizi bilmirəm. Mənim yadıma səs-küy, işlərindən zövq alan satıcılar və piştaxtalar arasında var-gəl edən alıcılar yadıma düşür. Nəysə, bəs görəsən paytaxt sakinləri onlara göstərilən xidmətdən razıdırlarmı? Orta səviyyədə. Pis qulluq da var, yaxşı qulluq da var. Satıcının müştəri ilə bütün o etik qaydalara riayət etməsi, belə deyək də, yüksək xidmət. Yəni, satıcının özü səliqəli olmalıdır. Yaxşı davranırlar, istəyir. Müştərini ən azından qarşılamaq və şirin dilinə yola salmaq. Mütəxəssislərin fikrincə yaxşı satıcı kimi yaxşı alıcı olmaq da çətindir. Çünki kiçik diqqətsizlik yetər ki, dırnaqarası satıcılar müştəriyə kələk gəlsinlər. Təbrizi kişmiş, Bağdadı xurma, canay müştəri, gəl yaxşı mala, gəl. Bundan yarım kilo çək. Fərqi yoxdur, ikisinin də qiyməti eynidir. Bundan istəyən yoxsa ondan? Ondan yox da bundan. Baş üstə qədəş bundan istəyən bundan. Gəlin mala, qoy bir qala, qozdan, fındıqdan, gəlin, 3 badam, bir qoz. Hədiyyəli fındıqlardan, ləpələrdən. Satıcı olmaq da heç də asan deyil. Lakin buna baxmayaraq ilk növbədə müştəri məmnuniyyətidir. Ona görə də hər bir gələn müştərini gülər üzlə qarşılayıb, istəklərini yerinə yetirib, gülər üzlə də yola salmaq lazımdır. Bayram ərəfəsi olduğundan bazarda necə deyərlər qızğın alış-veriş var idi. Bu dəfə üz tutduq satıcılara. Maraqlıdır. Bəs onlar müştəriləri məmnun yola salmaq üçün neynirlər? Öz aramızdır. Bu da asan iş deyil axı. Hər gün onlarla insanla qarşılaşırlar. Şirin dildən yola salıq, klienti narazı etməsin yəni. Çətin müştəri də olsa onlar yenə narazı salmır. Müştərinin sözünlə biz durub otururuq. Deyir, bir manata deyirik, deyir 80 qəpiyə deyirik götürür. Vallahi nə qədər şirin olsa da onlar bizə qarşı acıdır. Mütəxəssislərin fikrincə böyük ticarətçi və iqtisadçı olmaq üçün ilk növbədə yaxşı alıcı olmaq lazımdır. Lakin unutmayaq ki, ticarətin də öz qanunları var. Bizim Səda olaraq bizlər də öz müştərilərimizə, yəni tamaşaçılarımıza bacardığımız qədər maraqlı sujetlər armağan etməyə çalışırıq. Axı informasiyaya olan tələbat da mənəvi qidanın bir növüdür. Nurlan Vilayətoğlu, Elvin Muradov, Lider TV. Deyirəm bu uşaqlarla heç çölə bayra çıxılası deyil. Hələ nə badə yolunuz əyləncə parkının yaxud da mağazanın yanından düşə.
Böyük danışmaq kimi çıxmasın, məndən sizə əmanət. Nə edirsinizsə edin, çalışın, yolu dəyişəsiniz. Əks təqdirdə özünüzü soyulmuş soğanın gününə düşməyə hazır edin. Övlad sahibləri yəqin ki, yaxşı təsəvvür edir bu situasiyanı. O yanımızdakı quzu bala var ha, dönür olur cin bala. Parkdırsa karuselə, maşına minməsə, mağazadırsa, özünə saqqızdan, şokoladdan, şirindən aldırmasa, çətin ki, sakitləşə. Mağazalardakı məhsullar da maşallah kənardan adama gəl-gəl deyir. Xüsusilə də uşaqlar üçün olan şirniyyatların üzəri elə cəlbedici olur ki, uşaq bir yana böyükləri yoldan edirlər. Öz aramızdır, bu körtəbii edilmir ki, bu bir siyasətdir, hətta ayrıca bir elmdir. Bəli, hətta məhsulların vitrində necə, hansı formada yerləşdirilməsi özü belə. Bunu iqtisadçılar daha yaxşı bilər. Maraqlı gəldi, hə? Elə isə Elmiranın hazırladığı sujeti gəlin bir yerdə izləyək. Əvvəllər qalmadı, gəl ay müştəri deyə cəlb edirlərsə, indi müştəri cəlb etməyin yeni metodlar var. Hətta marketoloqlar bunun üçün baş sındırırlar desəm yanılmaram. Bəs görəsən marketlərdə bizi daha hansı hilələr gözləyir? Gəlin araşdıraq. Marketdə olduğumuz müddətdə bu balaca qızcığazın hərəkətləri diqqətimi çəkdi. Əli nəyə çatırdısa hamısını qucağına yığıb anasını aldırmaq istəyir. Anası yerinə qoyduqda isə təkrar götürür. Bu valideyn də necə deyərlər marketoloqların tələsinə düşənlərdəndir. İqruşkaları, padarkaları elə düzürlər, şokoladları elə düzürlər. Uşaqlar həvəsə gəlir, rəngarəng olur, uşaqlar götürürlər. Biz də məcbur olub alırıq. Elə marketoloqların birinci hədəfi də məhz uşaqlardır. Valideyn duyğularını alət edən bu metod əla işə yarayır. Giriş hissədə əsasən uşaqları daha çox cəlb edəcək taktikalardan istifadə edilir ki, bunlar sırf oyuncaqlardır, məlumatlandırıcı kitabçalardır və s. ki, hansı ki bunlar giriş hissədə uşaqları daha çox cəlb edir və uşaqlar onları əl atıb rahatlıqla götürüb və kassaya tez qaça bilirlər ki, bunu valideyni ödəyə bilsin. Sən demə məhsulların kassaya yaxın yerləşdirilməsinin öz mənası var. Hədəfdə isə yenə də balacalardır. Əsas alış-veriş zamanı qalıq məbləğlərə, məsələn, düşən xırda hədiyyələrimizin 20 qəpiklik, 10 qəpiklik, 50 qəpiklik məhsullardır ki, insanlar tez bazar çıxanda, məsələn, deyir ki, qalıq məbləğin qalıb, ona nə düşürsə verir və s. Həm də uşaqlar üçün hədəflənir ki, göz səviyyəsində, kassanın aşağı hissəsində düzülmüş məhsullardır. Böyük səbət, böyük xərc deməkdir. Supermarketlərdə tövsiyə edilən səbətlər heç də bizim rahatlığımız üçün nəzərdə tutulmayıb. Belə ki, səbət boşluğu alıcıda diskomfort yaradır və tez bir zamanda onu doldurmağa çalışır. Aroma marketinq bu hiylə insanları məkanda daha çox saxlamağa xitab edən taktikadır. Əsasən çörək və kofe ətri insanların vaz keçə bilmədiyi qoxulardandır. Yeni taktikalardan biri də qiymətlərlə bağlıdır. Yuvarlaq olmayan qiymətlər qoymaqla alıcı hissiyatına birbaşa təsir edirlər. Bir insan dəyərləndirirsə, məsəl üçün deyək ki, 1 manat 99 qəpik və yaxud da 2 manatı dəyərləndirdikdə, 2 manatı dəyərləndirdikdə insan psixoloji olaraq sağdan sola oxuduğumuza görə 2 rəqəmini beyin ötürür içəri ki, yəni bu məhsulun qiyməti 2 manatdır. Amma 1.99 və yaxud da ki 79 müştəri avtomatik olaraq bunu beləncə qəbul edir ki, bu malın qiyməti 1 manatdır. Halbuki orada 1 qəpik olsa 2 manat olacaq. Marketoloqlar öz biznesləri naminə insanlarda süni ehtiyacın yaranmasına çalışırlar. Hətta bu sahə ilə əlaqədar yeni peşələr də peyda olub. Marketlərdə merchandiser adlanan işçilər sırf məhsulların düzümü ilə məşğuldular. Elnarə Əliyeva da bu peşənin sahibidir. Bizim işlərimiz ondan ibarətdir ki, malları düzgün qaydada, görkəmli, müştəri diqqətini daha cəlb edici görkəmdə olsun. Daha aydın şəkildə vitrində görkəmli olunsun. Malları bir-birinə daha uyumlu şəkildə düzümlər olunur və biz bunları öz strukturumuz əsnasında eləyirik. Keçirdiyimiz sorğudan da məlum oldu ki, marketlərdə tətbiq olunan bu qaydalar sayəsində insanları daha çox cəlb edirlər. Əlbəttə, birinci növbədə xidmət, sonra düzülüş dizayn. Məsəl üçün vitrinin özəlliyi, qəşəngliyi, düzgün düzülüşü insanı cəlb edir. Adam aldıqca istəyir ki, bir də alsın. Belə, bacardığımız qədər sizi marketlərdə olan marketinq siyasəti ilə tanış etdik. Bu hilələrin qurbanı olub son nəticədə kassa qarşısında cibləri boş qalmaq istəmirsinizsə, neysə almadan öncə bir daha fikirləşsəz yaxşı olar. Elmira Manaflı, Əmir Rəsul Cəfərov, Lidzar TV. Sizə qonşumuz Zəhra xaladan danışacağam. Deyir, oğlum 1 yaşına çatana qədər mənə zülm verib. Hər dəfə o ağlayanda qalxıb beşiyini yelləyib onu yenidən yatırırdım.
Günlərin bir günündə qonaqları olan Zəhra xala gün ərzində o qədər var-gəl biş-düş edir ki, yorğun düşür. Gecənin bir aləmində uşaq öz adəti üzrə ağlamağa başlayanda isə yoldaşından xahiş edir ki, bu dəfə uşağı o yerləsin. Kişi nə desə yaxşıdır? Deyir, Ayar Vaz, sən hansı mahnıda eşitmisən ki, atanın yuxusuz gecəsini vəsf eləsinlər, ona mahnı yazıb bəstələsinlər. Dur uşağa özün bax. Day bu sözün qabağında nə deyəsəni? Görünən budur ki, Zəhra xalanın ömürgün yoldaşı çox hazır cavabıymış. Amma əminəm ki, atalarımız övladlarını heç də analarımızdan az istəmirlər. Yeri gəlmişkən, ataya aid mahnı olmasa da gözəl segah təsniflərimiz var. Bunu da məhz Zəhra xalanın yoldaşı üçün qeyd elədim. Elə belə, öz aramızda. Bayramınız mübarək olsun, əziz atalar. Mənəmi ay dədə miriş. Nə böyük oğlan olursan maşallah. Cənnət anaların ayaqları altındadırsa, dünyanın yükü də ataların çiyinləri üzərindədir. Bu yükün ağırlığını belə ölçmədən altına girən və heç zaman şikayət etməyən atalar üçün 19 mart əsl bayram günü Dünya Atalar Günüdür. İlk dəfə Atalar Günü 1910-cu ildə Vaşinqtonda qeyd edilib. Bu günün səbəbkarı kimi Amerikalı Dodd xanım göstərilir. O hər zaman istəyirdi ki, onu böyüdüb başa çatdırdığı üçün atası William Smarta minnətdarlığını bildirsin. Çünki anası 6-cı uşağı dünyaya gətirərkən dünyasını dəyişdikdən sonra atası 5 uşaq və 1 körpə ilə həyatına tək başına davam edib. Onları min bir əziyyətlə böyüdən Smart əsla ikinci dəfə ailə qurmadı. Adətə görə Dünya Atalar Günündə imkanlı şəxslər tək başına uşaq böyüdən və imkansız olan atalara yardım edirlər. Bu ənənə dünya dövlətlərinin bir çoxunda qeyd olunmaqdadır. Bəs gəlin görək ümumiyyətlə şəhər sakinləri bu günün ölkəmizdə qeyd edilməsini istərdilərmi? Atalar Günü hansı gün qeyd olunur, bilirsiniz? Yox, onu bilmirəm. Sizcə ölkəmizdə də qeyd olunmasına ehtiyac var? Olsun pis olmaz. 19 mart Beynəlxalq Atalar Günüdür. Sizcə ölkəmizdə də bu gün qeyd olunmalıdır yoxsa? Daim televizora baxıram, amma bir dəfə də televizorda bu haqda danışıldığını eşitmişəm. Məncə qeyd olsa əlbəttə ki, yaxşı olar. Bilirsiniz Atalar Günü Azərbaycanda qeyd olunur ya yox? Məncə xeyr, qeyd olunmur. Sizcə buna ehtiyac var? Olsa pis olmaz. Görünür ataların zəhməti hər kəsə aşkar olduğundan heç kəs buna etiraz etmədi. Düzü kiminsə etiraz edəcəyini heç gözləmirdim də. Çünki ata qadınların həyatında ən ideal kişi, kişilərin həyatında isə ən ideal dostdur. Xüsusən yeni nəsil uşaqlar üçün Atalar Gününün qeyd edilməsi, Analar Gününün qeyd edilməsinin çox böyük əhəmiyyəti var. Çünki o bağlantılar, o dəyərlər ümumiyyətlə Azərbaycan kişisinə, Azərbaycan atasına, Azərbaycan babasına, Azərbaycan belə deyək də igidinə olan münasibət bu bayramlarda daha çox özünü biruzə verir. Amerikalı alimlərin fikrincə ata olmaq kişidə məsuliyyət oyatdığı kimi onun xarakterini də dəyişir. Belə ki, ata olmaq kişini böyüməyə, spirtli içkilərdən, siqaretdən və hətta qanun pozuntularından imtina etməyə məcbur edir. Əgər kişi 20-30 yaşlarında ilk dəfə ata olursa, bu zaman o spirtli içkilərdən daha az istifadə edir və daha az cinayət törədir. Həmçinin ilk övladın dünyaya gəlişindən sonra gənclərdə və daha yaşlı kişilərdə tütündən istifadənin səviyyəsi də xeyli azalır. Bəs gəlin görək ata olduqdan sonra Azərbaycanlı kişilərin həyatında hansı dəyişikliklər olur? Ata olmaq həyatınızda nələr dəyişib? Ata olmaq həyatımızda bir çox məsələləri, davranışımızı, münasibətlərimizi, evdə, qohumlarla münasibətdə, ailədə münasibətimizdə bir çox öz müsbət təsirlərini verib, eyni zamanda da məsuliyyətli olmaq vəzifəsi yaradır. Mənim həyata baxışımı demək olar ki, ata olandan sonra tamam dəyişibdir. Çünki cavan olanda adam həyata bir başqa gözdən, ata olanda tamam bir başqa gözdən baxır. Ona görə mən hesab edirəm ki, ata olandan sonra mən artıq tamam, belə necə deyərlər, dolğun, kəmallı bir insan kimi baxdım həyata ki, artıq burada əlavə səhvlərə yer yoxdur. Əsas məsuliyyəti dəyişib, məsuliyyətli olursan. Hər şey, dünya görsün tamamilə başqa cür olur. Kiminsə arxanca gəldiyini hiss edirsən və arxada da səni gözləyən bir adamların biri də artmağını onu da hiss edə bilirsən. Çox gözəl bir hissdir. Subaylara onu arzulayıram inşallah. Övladlar üçün atanın ailədə xüsusi yeri var. Çünki ata övladlarının gözündə istəkləri yerinə yetirən cəsarətli, qorxmaz bir insandır. Bəs görürsən, bu xüsusiyyətləri sonadək qorumaq və ideal ata ola bilmək üçün nə etmək lazımdır? Bir çox ailələrdə ata sanki cəzalandıran şəxs rolunu oynayır. Qoy atan evə gəlsin və ya bu saat atana zəng edib deyəcəm ki, sözümə baxmırsan kimi qulaq vurmalar
Yəqin ki, hər birinizə tanışdır. Düzdür, böyüyəndə təmkinli insan olmaları üçün uşaqları yeri gələndə düzgün tərzdə islah etmək və onlarla ciddi olmaq lazımdır. Lakin yaxşı ata olmaq özündə daha çox şeyi birləşdirir. Ümumiyyətlə, ideal ata olmaq üçün bir neçə qaydalar var. Həyatımız o qədər sürətli və inkişaf edən bir zamanda olduqda, təbii ki, vaxt, zaman ayırmaq çox çətindir. Lakin atalar buna baxmayaraq övladlarına, fərq etməz qız və ya oğul övladlarına zaman ayırmalıdırlar. Uşaqlıq dövründə ata və uşağın bir yerdə zaman keçirməsi və bir-birlərlə ünsiyyət içində olmaları uşağın yetkinlik dövrünə çox böyük təsir edir. Bu dövrdə ata dəstəkləyən, istiqamətləndirən olmalı və güvən verən mövqedə dayanmalıdır. Davamlı əmrlər yağdıran, təhdid edən bir ata uşaqla heç zaman yaxşı ünsiyyət qura bilməz. İdeal bir ata həm də işini tez bir zamanda bitirib evə tələsməlidir. Çünki atanın evdə olması 100 qıfıllı qapıdan daha güvənlidir. Babək Zeynal, Ceyhun Mustafayev, Lider TV. Gözəllik ondu, deyirlər 9'u dondu. Siz bu sözü necə başa düşürsünüz? Məncə söhbət gözəl görünüşün 10 şərtindən gedir. Gəlin görək bu 9'luğa nələr daxildir. Biri saç düzümü, biri qiyafə. Bunlar kişilərdə də, qadınlarda da eynidir. Sonra gəlir kişilərdə təraş, qadınlarda isə makyaj. Sən demə həmin bu makyajın özünün də müxtəlif növləri varmış. Gündəlik, ziyafət, səhnə makyajları kimi. Düzdür, səhnə bəzək düzəyinin öz adı var, bunu qrim adlandırırlar. Bu yaxınlarda əməkdaşımız Ülviyyədən də yeni bir söz eşitdim. Bizim bu qızı bilirsiniz də, maşallah 5 parmağında 5 mərifət var. Müxbir, aparıcı, stilist, gözəl şirniyyat pişirməyə də varmış. İndi də kosmetikada, makyajdan danışıb deyir ki, bugün xanımlarımıza vizajın yeni üslubundan danışacağım. Yəqin sizlərə də maraqlı gəldi ki, görəsən bu hansı üslubdur? Elə isə diqqətiniz Ülviyyədə olsun. Bir çox xanımlar evdən çölə çıxarkən makyajsız olurlar adətən. Bu yəqin ki, ya makyajı etməyi bacarmırlar, ya da komplekssiz xanımlardır. Bəs maraqlıdır, əslində makyaj, gündəlik makyaj dedikdən nə başa düşürük? Günümüzdə kosmetik vasitələr demək olar ki, bütün qadınlara tanışdır. Kosmetika isə Yunan sözüdür. Hərfi mənası bəzənmək mədəniyyəti deməkdir. Makyajın tarixi isə bir neçə min il bundan əvvələ gedib çıxır. Ondan ilk dəfə bəzi qədim xalqların döyüşçüləri düşməni vahiməyə salmaq üçün istifadə ediblər. Gündəlik makyajda məsləhət görərdim ki, tonal kremlərindən, ağır vasitələrdən, üzə çəkilən vasitələrdən istifadə etməsinlər. Adi nəmləndirici də və yaxud da birdən harasa gedəsi olsalar, adi pudradan və kirşandan, bir göz sürməsindən, bir də tuşdan istifadə etsələr daha yaxşı olar. Axır zamanlarda dəbdə olan 3D makyajı edəcəm. Üzü yığılacaq, daha da incə görsənəcək. Demək olar ki, qəhrəmanımız, yəni ki, yaşı az olsa da, yəni çalışdım ki, onun yaşına görə və üz cizgisinə görə incə vizaj edim və gündəlik. Makyaj bacarıqlı əllərdə ən çox möcüzələr yarada biləcək bir vasitədir. Ancaq kosmetika xanımların gözəlliyini vurğulasa da, həddindən çox istifadə olunduqda o qədər də xoşa gəlməyən görüntünün yaranmasına səbəb olur. Həm də gündəlik qrim dərinin normal tənəffüsünü məhdudlaşdıraraq xanımların daha yaşlı görünməsinə səbəb olur. Növbəti qəhrəmanımız isə hər kəsin yaxşı tanıdığı vizajist Pərvanə xanımdır. Salam Pərvanə. Salam xanım, sağ olun. Çox sağ olun, siz necəsiniz? Sağ olun, yaxşı olasınız. Siz bugün hansı obrazı yaradacaqsınız xanımda? Mən bu günlərin 2 obraz düşünmüşəm. Gecə, yəni ziyafətlərinə gedən gecə makyajları, yəni birinin fərqli üslublarda olacaqdır hərəsində.
Burada əsasən gecə makiyajlarında mən çalışdım ki, çox qara rənglərinə üstünlük verməyim. Yəni sakit rəng olsun. Yəni gecə makiyajları müxtəlif olur əsasən. Amma məsəl üçün mən bu günlərim bu makiyaja üstünlük vermişəm. Burada gördüyünüz kimi biraz qəhvəyi rənglər, biraz yəni qara kölgənin biraz efi və linerdən istifadə etmişəm. Növbəti obraz necə adlanır? Növbəti obraz klassikadır, klassikadır və burada mən çox açıq tonlarda, Avropa tipli, yəni bizdə heç bir şey yox kimi makiyaja üstün tutacağam. Beləliklə bugün biz makiyajın incəliklərindən danışdıq. Yəqin ki, artıq sujeti izlədikdən sonra xanımlar özləri sərbəst şəkildə makiyaj etməyi bacaracaqlar. Bizdən isə bugünlük bu qədər. Ülviyə Elxan qızı, Rahim Mustafayev, Lider TV. Bax belə, bizdən bugünlük də bu qədər. Sabah yenidən görüşmək ümidi ilə sağ olun, salamat qalın. Başladıq. Mağaza görəndədir, yoxsa mağazaya girəndədir? Bilirəm, bu birinci nə isə idi, qaçdırdım. Hə, bu yaxınlarda. Necə panoram elədim, 3-dən 1-ə gördüm. Elə isə diqqətiniz biz Ülviyədə olsun. Deyəsən, satıcı, alıcı... Bir dur uşağa çaşdım. Bayramınız mübarək olsun.